Həmid müəllim, deyilənə görə Sibirə gedəndə şairin qızı Turan Cavidi özünüzlə aparmadığınıza görə sizdən inciyib. Niyə əvvəldən məlumat vermək istəmədiniz? Bunun inciməyinin həm yeri vardı, həm yeri yox idi. Birinci, Cavidin vətənə qayıdışının məsələsini Naxçıvan qaldırmışdı. Heydər Əliyev bizə tapşırmışdı bu məsələni. Birinci, mənim vicdanım yol verməzdi ki, qadını aparıb o əzab-əziyyətə salmaq. İkinci, niyə o getməli idi? Onun borcu o idi ki, burada bizi qarşılasın. Qarşılaması da bilirsiniz, deyiləsi deyil. Amma ondan sonra bizim barışığımız bilirsiniz necə oldu? Necə oldu? Deməli, Sibirdə Telmanla, Zakirlə belə qərara gəldik ki, Bakıda bizi qarşılayanda Turan xanım gəlir, əlindən öpürük, diz çökürük üçümüz də qarşısında deyirik ki, Turan xanım, bağışla bizi, bizim zəhmətimiz, əziyyətimiz bu olubdur. Əgər nəyisə düz eləməmişsə, bizi bağışla. Amma gəldik, tamamilə vəziyyət elə bunu şok vəziyyətə salmışdı, özü dediyi kimi ki, bu heç kəsi görmürdü, heç kəsin danışmaq istəmirdi. Ona görə də bu 10 gün qaldıq burada, bizlə danışığı, görüşü olmadı. Təyyarə ilə uçanda Zakirlə mən oturmuşdum, gördüm ki, deməli, sabitın özündə özümü mismarlamışdım. Baxdım ki, qabaqçı mismarlar çıxıblar bir belə eşikdə göksənir. Zakirə dedim, Zakir, tabut açıblar. Bizə də demədilər burada ki, həqiqətən Turan xanımın tələbi ilə tabut açılıb, bir daha ekspertlər təsdiq edib ki, bu sənədlər, bu sübutlar belə. Biz Zakirlə tabutun yanında belə müzakirə edəndə Turan xanım durdu, deməli, Abbas Zamanovun yanına gəldi, dedi ki, bəs mən demişəm, açıblar, narahat olmuyor. Oradan bizim deməli, söhbətimiz başladı.